Təsəvvür edin, dəyərli müsəlman bacı və qardaşlarım, günümüzdə insanları Allahın dinindən azdıran insanlar çoxalıb, səbəblər çoxalıb. Allah Teala nə deyir? İnnəmə yə'murukum bis-su'i vəl-fəhşə. Şeytan sizə pisliyi və fahiş işləri əmr eləyir. Təsəvvür edin ki, Elşad Miri və onun kimi düşüncəli, fikirli insanlar deyirlər ki, sən kim olursansa ol, əsas sənin əməlindir. Hətta ola bilər bir insan, çox üzr istəyirik, ola bilsin fahiş bir yolu tutsun, lakin əsas əməlləri salih olsun. Allah Teala nə deyir? Şeytanın işi nədir? Yə'murukum bis-su'i vəl-fəhşə. Sizə pisliyi əmr eləyir, həmçinin fahiş işləri. Məsələn, Elşad Miri deyir ki, bir adam trans ola bilər. Bir adam trans ola bilər, əsas əməli salih olsun. Yəni, əməli salih trans olursan. Təsəvvür edə bilərsinizmi?